Hacıqabul şəhər 10 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Xanlar Ömür İsmail. Sudan istifadə sahəsinin Mütəxəssislər İctimai Birliyinin məktəbimizdə keçirdiyi layihəyə görə təşəkkür edirik. Çünki biz bu layihədən ilhamlanaraq mən Hacıqabul şəhər 10 nömrəli tam orta məktəbinin 10 sinif şagirdi Rəhimov Cavid Sabahın Alimləri 15-ci Respublika layihə müsabiqəsi çərçivəsində komandamızla birlikdə layihəmizdə yer qazanmışıq. İlk mexaniki filtrizasiyadan başlayırıq. Yağış suyumuz və çeşitli suyumuz ilk başda mexaniki filtrizasiyadan keçib qabartılır və sonrasında isə flosvich aktivləşib kimyəvi filtrizasiyalar vasitələr olur. Artıq içərisinə tutulacaq. Su yetərincə səviyyə gəldikdən sonra flosvich işə düşür və motorlara işləməni verir. Bütün məlumatlar da Bluetooth vasitəsilə telefon haqqında o şəkildə oxudur. Hal-hazırda suyun meyarında tam uyğun olduğuna görə transformatoru birbaşa işləməyə başladı. Su əvvəl qulaqlanır, sonra isə pH dəyərlərinə görə ölçülür. pH 6,8 və 8,6 aralığında olmalıdır. Bu yolda bizə dəstək üçün elmi rəhbərimiz Xəyal Alışovaya və mütəxəssis alim Süleyman Hüseynovaya dərin təşəkkürlərimizi bildiririk. Hər kəsə uğurlar. Uğurlar arzu edirəm sizə. İnanıram ki, siz qalib olacaqsınız. Ona görə də gələcək bütün işlərinizdə hər zaman sizə dəstək olmağa hazırıq. Hacıqabul şəhər 10 nömrəli tam orta məktəbinin fizika müəllimi Xəyal Alışova, həmçinin Sabahın Alimləri 15-ci Respublika müsabiqəsində yağış sularının smart idarə edilməsi layihəsinin elmi rəhbəriyəm. İlk öncə bütün Hacıqabulun Salim Müftəbə təşəkkürümü bildirirəm, başda direktorumuz olmaqla. Mən öz növbəmdə və həm də məktəbimiz adından bu təşkilatın nümayəndəsi olan Pərvanə xanıma, həm də su mütəxəssislərinə göstərdiyi praktiki və nəzəri dəstəyə görə dərin təşəkkürümü bildirirəm.